Salam əziz izləyicilərim, bugün istərdim sizə qəbizlik haqqında danışım. Çox sual verilir ki, doktor, mən qəbizəm, nə edim və ya köp var, nə edim? Ümumiyyətlə biləsiniz ki, qəbizliyin yaranma səbəbləri nədir? Əgər az hərəkətlisinizsə, bu zaman qəbizliyə meyillik olacaq. Əgər su balansınız doğru deyilsə, qəbizliyə meyillik olacaq. Və önəmli faktorlardan biri də qida rasionlarıdır. Qida rasionlarında lifli qidalara daha çox önəm vermək lazımdır və yanaşı olaraq da vaxtında yatmaq, stres faktorları, bunlar hamısı çox önəmlidir ki, qəbizliyə səbəb olmasın. Təbii ki, əgər biz çox aşırı quru qidalardan istifadə ediriksə, karbohidratdan istifadə ediriksə, tuzlu və ya şirin qidalardan istifadə ediriksə, bunlar özləri də qəbizliyə səbəb ola bilər nəticə etibarilə. Və yanaşı olaraq da ikinci sualdakı doktor, mən köpdən əziyyət çəkirəm. Bu da yenə qidadan çox asılıdır. Yəni soğandır, meyvələrdir, sonra yanaşı olaraq paxlalı qidalardır. Bunlar hamısı köpə səbəb olur. Soyuq qidalardır, soyuq qəlyanaltılardır, yəni belə deyək, soyuq sudur, qazlı sulardır. Hətta köpə səbəb olur uzun bir sürə ac qalaraq, yalnız danışmaqdan ibarət keçirsə sizin gününüz, bu zaman belə köp yarada bilər sizdə. Ancaq yağ sintezinin pozulması və yanaşı olaraq nazik bağırsaqda olan bakteriya səbəbindən də köp yarana bilər. Bu səbəbdən də sizdən xahişim və tövsiyəm budur ki, ümumiyyətlə qəbizliyə nə edin sualının cavabını əczaçılıqda axtarmayın. Yəni sağlam yaşayaraq da qəbizlikdən azad ola bilərsiniz. Günlük yaşam tərzinizə də diqqət etsəniz, əgər ki səbəb bundandırsa, bu cür problemdən də azad ola bilərsiniz. Çalışın hər zaman sağlığınıza diqqət edin. Sağ olun, Allaha əmanət olun.